Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Abşeron rayon Masazır qəsəbəsində yeni 2 mərtəbə paket kupçalı həyət evimiz satışa çıxarıldı. 4 otaqlı, tam təmirlidir. Çöldən 110 kvadratdır. Evin daxili də 100 kvadratdır. Sənəddə də 100 kvadrat yazılıb. Əziz izləyicilər, çəkilişə 2-ci mərtəbədən başladıq. Daxili kreditlə və ya nəqd olaraq satılır. İpotekaya da yararlıdır. İpoteklə almaq istəyən alıcılarımız banka müraciət eləsinlər. Sonra inşallah ipotekaya, yəni alınası evlərə baxmağa gəlsinlər. Əzizləyicilər, çünki baxarsanız evsə bəyənərsiniz, ipoteka gedərsiniz, bankdan sizə ipoteka ayırmazlar. İnşallah vaxtımız getməsin. Əzizləyicilər, ilkin ödəniş 50 min ödəməklə 4 otaqlı 2 mərtəbəli həyət evimizə deməli sahib ola bilərsiniz. Aylıq 1350 manatlandır. Qaydaları tam olaraq da yenə bir-bir hamısını izah eləyəcəm. Bu ikinci mərtəbənin birinci yataq otağıdır. Hər mərtəbədə balkona çıxış hissəsidir inşallah. Hər mərtəbədə hamam otağı var. Bu da ikinci yataq otağıdır əzizləyicilər. Birinci mərtəbəyə düşən pilləkən hissəsidir. Və bu da üçüncü yataq otağıdır əziz izləyicilər. Hər mərtəbədə qoruyucu şitlər də var. İkinci mərtəbənin üzr istəyirəm, hamamla tualeti bir yerdə. Düşək birinci mərtəbəndə isə təqdim eləyək. Həyətinə də 2 maşın daxil olur. Mərkəzi kanalizasiyadır. Qaz, su, işıq, sayğaclar, hər bir şey var. Giryaşa evdir. Evin mebelləridir. Daxili da belə deyək, mətbəx mebelidir, kombiz, radiator, onlara özünüz qoyacaqsınız. Otaqlar həyətin axırda göstərəcəm. Xahiş olunur kanala abunə olub, bəyənib paylaşmağı unutmayasınız. Allah kim nə iş görürsə Allah xeyrini versin. Allah sizləri qorusun əzizləyicilər. Bu deməli həyətin inşallah biraz çəkilişdə dəyişiklik eləmək istədik. Həmişə evləri çöldən çəkirik. Daxilə baxmaq istəyir izləyicilərimiz, evin içini tez görmək istəyirlər deyən evin içindən başladıq. Birinci mərtəbə isti pol hissəsi olan tərəflərdə var. Kürsülü ev qoşa daşla tikilibdir. Tvistsendi qonaq otağı görürsünüz necə genişdir inşallah. Divarlar divar kağızıdır. İşığı, qazı, suyu, interneti, mərkəzi kanalizasiyadır, hündür massivdir. Masazırda yerləşir. Abşeron rayon Masazır qəsəbəsində yerləşir. Giriş sağ yuxarı massivdir. Bax bu qonaq otağımızda əzizləyicilər tam təmirlidir. Pəncərələrin üst hissəsində də hər bir otaqda və mətbəxdə gizli pərdə yeri də qoyulubdur. Analarımız, bacılarımız yaxşı bilirlər. Pərdənin üst hissəsi görünməsin qarşı tərəfdən. Deməli, bu da tvistsendidir, belə bir gözəl rəngdə, boz rəngdə model seçilib və dizayn verilibdir. Mərmər inşallah dizaynda. Allah ev olmayanlara qismət eləsin. Bütün kirada yaşayanlara Allah ev nəsib eləsin. Gördüyünüz kimi əzizləyicilər, bu giriş hissədə daşlar, yəni bu qranit daşlar görürsünüz də burada və mətbəxdə. Bura mətbəx hissədir. Geniş mətbəxdə də var, şəbəkə pəncərəsi və mətbəxdə də görürsünüz, buranın da gizli pərdəsi var. Bu hissələr hamısı isti poldur. İsti poldur. Deməli, görüm qonaq otağında da burada. Deməli, bu hissədə qonaq otağı da isti poldur inşallah. Bura radiator bağlamayacaqsınız. İkinci mərtəbədə radiatorlar qoyulacaq. Mətbəxdə də sizə göstərdim inşallah. Deməli, pilləkənin altında həmişə olduğu kimi yəqin ki, xəbər məlumatınız var. Pilləkənin altında qladovka olur. Nə istəsəz bura yığa bilərsiniz əziz izləyicilər. Genişdir. Və birinci mərtəbənin hamam otağı. Hər mərtəbədə hamam tualeti var. Bu da göstərdiyim kimi burada hamamda isti pol birinci mərtəbə. Birinci mərtəbə belə deyə başarılı olmasın. Bu isti polun inşallah deməli dizaynıdır, liniyalarıdır, xəttləridir. Bax, gördüyünüz bütün bu birinci mərtəbə, qonaq otağı, mətbəx, hamam otağı, giriş hissəsi, koridoru hamısı isti poldur. Bir də ikinci mərtəbədə inşallah belə deyək, radiatorlar quraşdıracaqsınız. Olmayanlara qismət inşallah. Kim nə iş görürsə Allah xeyrini versin. Xahiş olunur. Kanala abunə olun, bəyənib paylaşmağı unutmayasınız. Baxın, təqdim elədiyimiz ev budur. Balkonlu evdir. Gördüyünüz kimi balkon hissəsi də var. Gözəl evdir. Yəni evin qarşısında ev var, amma heç bir pəncərəsi sizin həyətinizə baxmır, əzizləyicilər. 2 ədəd evimiz qaldı. Bu evimiz də satılır. Bunun həyətinə maşın girir. Ən azı 2 maşın daxil olur. Burada da gördüyünüz kimi deməli kanalizasiya trapda qoyulubdur. İstilik sistemdə kombidir, kombin yerdə oradır. Bax belə bir gözəl 2 mərtəbəli 4 otaqlı paket kupçalı, ipotek eyranlı. Nəqd qiyməti
Bu qiymətə 2 mərtəbə masazırda çətin tapılır. Ola bilər, amma az bir şəkildə ola bilər. Yeri burada torpağın sotu yerləşdiyi yerdə ən azı 20-25 min manatdır. Çünki tikinti təyinatlı yaşayış məntəqələridir. Gördüyünüz kimi 2 mərtəbə, 4 otaqdır. Qiymət, nəqd qiyməti 85 min manatdır. Kreditlə iş yerinə arayışa ehtiyac yoxdur. Dövlət işi olmasa da ola bilər, özəl işdə işləyən də ola bilər, ümumiyyətlə işləməyən də ola bilər. Əsas ki, ilkin ödənişi və aylığı ödəyə bilsin. Bakı rayon qeydiyyatı fərqi yoxdur. Hər kəs bu daxili kreditdən istifadə eləyə bilər. Daxili kredit və faizsizdir. Aylığı 36 ay 50 min ödədiniz notarusda qanuni şəkildə. Bir aydan sonra aylıq ödəniş başlayır. Əzizləyicilər, aylıq ödənişi 36 ay 50 min ödəyəndən sonra 36 ay 1350 manatla ödəməyə bir aydan sonra başlayırsınız. İlkin ödənişdən sonra. Notarusda da ilkin ödəniş bağladınız. Həmən günü gəl köç evində yaşaya bilərsən əziz izləyicilər. Gördüyünüz bu evimizdən 2 ədəd qaldı 50 min ödənişə. Başqa ödənişli evlərimiz də var. Yuxarı ödənişlərdir. 2 mərtəbələrimiz. Bir mərtəbələrimiz də inşallah 33 otaqlı 30 min ödənişlərdən başlayır. 3 otaqlılarımız. Paket kupsal olan da var. Torpağı çıxarışla olan da var. Sənədsiz olan da var. Bunda kommunallar hamısı yerindədir. Həyətində ən azı 2 maşın daxil olur əziz izləyicilər. 100 kvadratdır. Daxildən sənəddə 100 kvadrat. Evə də qeydiyyata düşə bilərsiniz. İpoteka yararlı nəqd qiyməti 85 min manatdır. Kreditlə də təxmini gəlib çıxır 110 min manata. Əziz izləyicilər, nömrəmiz WhatsApp sən eyni nömrədə 054 73 45 09. Satışda başqa evlərimiz də var. Nəqd və kreditlə təmirli və təmirsiz. Satılası əmlak varsa müraciət edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Allah sizi qorusun.